Deməli, dünya, insan əgər dünyaya bağlanarsa, qəlbən bağlanarsa, birinci onun quluna çevrilir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Təisə abdü dinar, təisə abdü dirham, təisə abdül xamisa, təisə abdül xamilə. Dinarın qulu, dirhəmin qulu, ipəyin, məxmərin qulu bədbəxt olsun. Təisə və ntəkəs, bədbəxt olsun, təpəsi aşağı düşsün. Və idə şikə fələn təqaş və ayağına batan tikanı çıxara bilməsin. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm bəddua edir. Və yaxud xəbər kimi gəlir və yaxud da bəddua kimi dinarın qulu. Yəni, bir sual ortaya çıxır ki, belə baxanda kimsə dinara, dirhəmə və yaxud da manata, dollara səcdə edən yoxdur. Nə üçün Peyğəmbər sallallahu aleyhi və səlləm dinarın qulu adlandırır? Yəni, bu onu bildirir ki, insan qəlbən bir şeyə bağlanarsa onun qulu olur. Allaha bağlansa Allahın qulu olur. Əgər dinara bağlansa olur dinarın qulu. Və yaxud da dünya malına bağlasa onun qulu olur. Maşına bağlansa olur maşının qulu. Yəni, fərqli ola bilər. İnsan müxtəlif şeylərə bağlanır. Nəyə bağlandısa, adam var qəbrə bağlanır, olur qəbrin qulu, evliyə bağlanır, evliyanın qulu, bürclərə bağlanır, olur bürcün qulu. Yəni, elə bir ki, insan Allahdan ümid etmək, Allahdan qorxmaq əvəzinə görürsən ki, bürclərə ümid bəsləyir, bürclərdən, yəni qorxur. Deməli, insanın bu fəsadı nədir? Yəni, müsəlman, o demək deyil, müsəlman kasıb olur. Müsəlman da zəngin ola bilər. Amma harada olmalıdır? O insanın, dünya malı insanın əlində olmalıdır. Yəni, nə vaxt ki, qəlbinə girdi, birincisi insan onun nökəri olur.